Evet. Table'a qədər page table'ı mən sizə keçmişdim. İndi gəldi illustration. Burada 2019'dur. 2019'dan 2010'dan fərqli olaraq icons yoxdur, 3D yoxdur. Bunların əvəzinə chartat var. Picture nədir? Picture'də burada kliklədikdə sizin qarşınıza bu cür versiyalar çıxır. Bu kompüterdə olanlar, axtarılanlar onlayn şəkildə gedib baxa bilərsiniz. Yəni onlayn internetdən götürüb, sonra isə bunu yaza bilərsiniz. Yəni buradan əlavə edəndə, məsəl üçün də onlayn picture əlavə edəndə şəkil əlavə edilib, orada picture format, yəni şəklin ayarları ilə işləmə gəlir. Gəlin elə biz bir dənə screenshot eləyək. Elə screenshot e, baxın belə bir şey əlavə elədim. Elə eyni şəkil əlavə etmiş, screenshot əlavə etmiş. Eyni şey də baxın format deyə əlavə bir dənə lent qrupu açıldı və siz oradan picture-dən, picture formatdan şəkilə effektlər verə bilərsiniz. Günəş, yəni işıqlandırmanı təmin edə bilərsiniz. Buradan kənar xətlərini deyə bilərsiniz, 3D verə bilərsiniz. Mətnə görə vəziyyətin Aha, mətnə görə baxın vəziyyətin təyin edə bilərsiniz buradan. Sonra isə düzləndirmə edə bilərsiniz. Bunların hamısını olsun biz sizinlə indi page layoutda keçəcəyik. Kəsmək, ölçülərini dəyişmək və sair həyata keçirdə bilərsiniz. Sonra isə gəlirik indi nəyə? Gəlirik biz sizinlə insertdə shape nədir? Shape fiqurlar deməkdir. Buradan müxtəlif cür fiqurlar götürüb əlavə edə bilərsiniz. Tutaq ki, mən belə bir fiqur əlavə elədim. Məsəl üçün. Bunu əlavə etdikdən sonra görəcəksiniz ki, shape format deyə əlavə bir dənə lent qrupu açılır. O shape format isə bayaqları eyni ilə necə format qrupu deyildi, pigi şəkil kimi. Eyni ilədir. Sadəcə kənar xəttlərini dəyişə bilirsiniz. Bunun məsələn içərisinə mətin qutuları əlavə edə bilirsiniz. Kənar boşluqlarını effekt eləyə bilirsiniz. Bax, buraya yenə təzədən fikir verin. Şəkilləri önə gətirmək, arxaya aparmaq, düzləndirmək və s. həyata keçirilir. Ctrl Z eləyək, yenidən geri qaytaraq. Sonra isə gəldik, burada bir də var chartat. Chartat 2010-da chartat nə deməkdir? Balaca stikerlər kimi şəkillərdir. Aydın oldu mu? Şəkillərin əlavə edilməsidir o. Yəni balaca hazır sizə elə Word onu verir. Balaca əlavə edilməsi. Gələk onu mən sizə belə bir şey göstərəcəm. Yəni biz burada Word-ün bu kənar hissəsində o həyata keçir. Word 2019'da Illustration'ın görünüş rejimi bu cürədir. Picture şəkildir. Burada Smart Art var. Bunu basdıqda, baxın, kənarda belə bir şeylər olur. Əlavələr eləmək, party, məsəl üçün. Enter basdıqda. Bu dilin dəyişsək, fotoqraf, video yazıq. Buradan əlavə, məsəl üçün, OK basım. Bu Rus dilindədir deyə, Rus dilində yazırsınız burada. O sizə götürür, neyinir? Əlavə, məsəl üçün, məlumatlar verir. Burada şey, vaxtı keçib deyə göstərmir, açmır. Əlavə məlumatlar verir. Yəni, sonra figur, shape bunlar idi. Smart artdı, sonra isə diaqramdır. Aydın oldu mu? Yəni, bu formada olur. Məsəl üçün, bunu elədikdə, baxın, bu cür versiyada açılır. Onun aşağısında artıq nələr açılmır, pillələr açılmır. Yəni, bu formada. İndi bunun quruluş etibarilə dediyimə görə keçək yenidən nəyə? Word 2019'un quruluş etibarına. 2010'dan 2019'un görünüş etibarilə fərqi budur. Sonra isə gəlir sağ olun. Smart Art'a. Smart Art nədir? Baxın, bunun üzərinə klikledikdə, baxın, bu formada təsəvvürən görsəllər açılır. Və siz orada, məsələn, diaqramlar kimi nəzərdə tutun da, nəyinsə təqdimatını verdikdə,
bölgülərə ayırmaq istədikdə və sair bunlardan istifadə edirsiniz. Bunu da məsəl üçün hər hansı birini əlavə etmək istədikdə bu formada iki dənə əlavə lent qrupu açılır. Demək, dizayndan format açılacaq. Aydın oldu mu? Siz bura şəkillər əlavə edib, bura tekst əlavə edə bilərsiniz. Şəkil əlavə edib, bura tekst əlavə edə bilərsiniz. Müxtəlif formalarda olur da, yəni. Sonra isə burada dizaynda bunun rənglərin, stillərin təyin edilməsidir. Formatda da onun kənar xətlərinin təyin edilməsi və s. əməliyyatları həyata keçir. Sonra isə gəlirik bir dənəyə chart arta. Chart art nədir? Diaqramdır. Siz bir dənə belə bir diaqram əlavə etdikdə, o da texnologiyası demişdim sizə. Baxın, eyni ilə Word-dən Excel eyni anda açılır. Bax, fikir verin. Burada chart in Microsoft Office verib. Amma ki, Excel'dir də bu. Bu rejim belə göstərilir, açılıb göstərilir. Deyir ki, bu hansı proqram açılıb əslində? Word açılıb da. Başa düşdünüzmü? Excel'in içərisində Word açılıb. Siz burada nələr dəyişikliklər eləsə, burada dəyişikliklər baş verəcək. Məsəl üçün, mən bunu silirəm, 9 eləm, enteri basım, artıq fikir verin, bu artdı. Gedib burada, məsəl üçün, 90 eləm, enteri basıram, digəri daha çox artdı. Başa düşdünüzmü? Kateqoriyalara görə bölünür. Birinci seriya, ikinci seriya, üçüncü seriya bu cür müqayisə eləyərək yazın. Başa düşdünüzmü? Chart atı da elədikdə, daha doğrusu chart at deyirəm. Chart hattı daha doğrusu. Chart hattı əlavə etdikdə chart design, yəni dizayn açılır, border göstərir və format adında əlavə bir lent qrupu açılır ki, burada da gördüyünüz kimi bayaqlar gəlmişdi. Alink, arrange, send backward, bring forward və s. əmrləri həyata keçirilir. Bunu da elədiyimizə görə keçirik nəyə? Bir də screenshot-a. Screenshot nə deməkdir? Ekranın cari andakı hər hansı bir tətbiqin və yaxud da ekran görüntüsünü əlavə edib işlənilməsi düzənində. Eyni şəkil əlavə etmək kimidir. Bayaqlarda əlavə etmişdik. Bunun üçün əlavə açılan lent qrupu adlanır format. Aydın oldu mu? Sonra isə gəlirik linkə, bookmark'a, cross-a, linkdəki lent qruplarına. Link nədir? Tutaq ki, mən hər hansı bir buranı seçirəm. Burada linki başlayıram. Ctrl-K-da qoya bilərsiniz, qısa düyməsi ilə və yaxud da ki, götürüb nə edə bilərsiniz? Linkdən də linkə daxil ola bilərsiniz. Məsələn, burada hər hansı bir tutaq ki də, bunu belə əlavə etdim. OK bastım. Düzdür, artıq bunun fikir verin, rəngi dəyişdi. Siz onun üzərinə klikledikdə artıq gedəcək oradakı dosyanı açacaq. Sənədinizdə olan hər hansı bir və yaxud da sənədi saytı açacaq. Yəni nələrə istəyirsinizsə gedib onu açacaq. Aydın oldu mu sizə? Bu Ctrl-Z basırıq, geri qaydırıq. Baxın, fikir verin, rəngi bayaqları beləsinə idi. Mən link əlavə etdikdən sonra rəngi fikir verin, dəyişdi artıq. Aydın oldu mu? Daha sonra isə gəlir bookmark. Bookmark nədir? Əlifəcindir. Əlifəcin nə deməkdir? Siz kitabı oxumusunuz müəyyən hissəsinə qədər. Harda qalmısınız, hansı hissəsinə qədər düzəliş etmişsiniz, bilmirsiniz də. Bookmarkı qoyduqdan sonra artıq götürəcək sizə harda qalmısınızsa həmin yeri əlavə edəcək. Bir də gəldi cross referansa. Cross referans nə deməkdir? Daxili istinad, çarpaz istinad deməkdir. Tutaq ki, bizim birinci sənədimizdə gəlin bir dənə screenshot eləyək. Məsələn, bura bir dənə screenshot əlavə edək. Gəlirik bu hissədə, başqa bir sənədimin başqa bir hissəsində cross referans eləmək istəyirəm. Yəni, daxili çarpaz istinad eləmək istəyirəm. Gəlirəm, deyirəm ki, məsələn, paragraf filan nömrədə, filan səhifədə, yuxarıda, aşağıda mən götürüb bunu istinad eləmək istəyirəm. Gözləyim, baxın, buradan, məsələn, bunu buradan belə seçdim, cross referans elədim. Məsələn, burada hardasa şəkil varsa, heading olsun, equation olsun, footnote olsun, bookmark olsun, yəni hardasa başlıqlar eləyirsiniz və üzərinə kliklədikdə gedir açır oranı. Yəni, bu əsasən nələrdə olur? Tutaq ki, birinci səhifədə söhbət gedib, nədənsə, deyirsiniz ki, 15-ci səhifədə yazırsınız ki, şəkil 1. Mötərizədə veririk, şəkil 1. Üzərinə klikləyəcək, gedir əvvəl açır o birinci səhifəni. Çatdı mı fikrim? Yəni, bu da cross referansda eyni sənədin içərisində elementlərə müraciət edilməsi, çarpaz istinad, daxili istinad adlanır. Demək, linkin qısa düyməsi Ctrl-K-dır. Bunların digərlərinin qısa düymələri yoxdur və ehtiyac da duyulmur. Gəlirik header footerə. Header footer nə də demişdik? Kolon titul.
və yaxud da ki, sərlövhə adlanır. Header-də yuxarı hissədə kolon titlunun əlavə edilməsidir. Footer isə aşağıya kolon titlunun əlavə edilməsidir. Kolon titulu ya mən header-i basıb buradan bu formada, məsəl üçün tiplər var da burada rejimlər. Bu formada eləyə bilərəm. Baxın, məsələn, bura adı yazın, bura tarixi yazın, bura fəndən adını yazın. Bu cürə də eləyə bilərəm. Bunu artıq elədikdə bütün səhifələrdə artıq kolon titul olacaq. OK basaq burada. Məsəl üçün, OK basaq. Artıq fikir verin, tip, neçə dənə indi mənim sənədim, mən yenə neçə dənə səhifə əlavə edirəm. Bu kolon titul burada olacaq. Bəs mən buradan yenə bunda dəyişikliklər eləmək istəsəm, yenə kolon titulu basa bilərəm. Və yaxud da ki, gəlib bu yuxarı hissəyə, baxın, bura baxın, bu ekranın yuxarı hissəsi var. Bura mən götürüb 2 dəfə kliklədikdə, baxın, bura baxın. Kliklədikdə bu kolon titul artıq nə olacaq? Aktiv olur. Aydın oldu mu sizə? Baxın, aktiv olur və siz bu səfər isə sizin yazdığınız yer solğunur. Fikir verin, bu header açılanda footerdə aşağı yerdə aktiv olmağa başlayır. Siz orada nələrsə əlavə edə bilərsiniz. Header footer əlavə etdikdə gördüyünüz kimi əlavə bir lent qrupu açılır. Sonra isə gəlirik nəyə? Footer üçün də həmçinin eləsinədir. Footerdə klikləyib əlavə edə bilərsiniz. Edit footer editləmək, yəni dəyişiklik etməkdir. More Office proqramından gedib onun saytından etməkdir. Remove footer və yaxud da remove header isə ümumiyyətlə mən header footer istəmirəm, yəni. Aydın oldu mu? Ləğv edirsiniz və gedirsiniz, yəni. Və yaxud da burada header eləyirəm, klikləyirəm. Deyirəm ki, məsələn, remove header. Artıq header footerim olmadı mənim. Yenidən yazının üzərinə kliklədikdə ora solğun olur, bura aktiv olur. Aydın oldu mu? Bəs page number nədir? Page number isə səhifəyə sənə nömrələrin əlavə edilməsidir. Bunu da əlavə etdikdə, məsələn, top page yuxarı hissədə olsun. OK basıram, artıq mənim avtomatik sənədimin nömrələmə başlayır. Bunu əlavə edərkən əlavə atılan lent qrupunda, əlavə header footerə əlavə edərkən atılan lent qrupunda sizə belə bir başlıq çıxır. Header, footer, page number səhifələrin eləməsi. Buradan vaxt və zamanın, yəni header footer əlavə etdikdə açılacaq kontekst menunu, yəni əlavə açıq kontekst menu deməyək, əlavə açılacaq lent qrupunu siz orada vaxt və zamanı da əlavə edə bilərsiniz. Data time. Aydın oldu mu? Vaxt və zaman deyir, hardan əlavə edilir? Header footer əlavə edən zaman əlavə açılan lent qrupunda və yaxud da orada text hissəsində data time əlavə edə bilərik. Document bu daha bir dəqiqə göstərim sizə. Data time. Əlavə edilməsidir. Navigation var. Gəlli əsas məsələ nədir? Header footerə əlavə edən zaman açılan əlavə lent qrupunda belə bir qayda var. Different first page. Birinci səhifənin kolon titulu fərqli olsun. Bir də var. Different odd even page. Nə deməkdir o? Tək və cüt səhifələrin kolon titulları fərqli olsun. Siz fikir versəniz ki, kitablarda bir səhifədə başlıqda məsələn Dövlət İmtahan Mərkəzi yazıb, digər səhifəsində informatika yazıb. Məsəl üçün deyirəm də sizə. Demək cüt və təki götürüb nə edir? Fərqləndirir. Aydın oldu mu? Bu digəri isə tənzimləmələrdir. Yuxarıdan nə qədər hündürlüyü əhatə eləsin header footer, aşağıdan nə qədər eləsin və s. Bu da ki, nə deməkdir? Bağlamaq deməkdir. Ümumiyyətlə, header footeri götürüb nə edirik biz? Bağlayırıq və istəmirik, açılsın və getdi. Daha sonra isə gəlirəm insert-dən. Buranı dedim sizə page number əlavə açılan lent qrupundan və s. Gəlir bir dənə bizim tekstimizə. Tekst nə deməkdir? Burada nələr var? Text book var birincisi. Text book mətn qutucuqların əlavə edilməsidir. Əsasən bunlar siz PowerPoint-da tez-tez görəcəksiniz sonra. Şəkil əlavə etdikdən sonra əlavə mətn qutucuqları əlavə edirsiniz ki, yazılar əlavə edirsiniz. Yəni bu formada verilir. Sonra isə nədir burada? Bir dəqiqə. Gəldi bu nədir? Bizim cəld müraciət panelidir. QX Parts-dır bu. QX Part nə deməkdir? Siz hazır şablon şəklində mətn hazırlayırsınız. Tez-tez o mətndən istifadə edirsiniz də, o cümlələrdən, o mətndən istifadə edirsiniz. Ora qoyursunuz ki, nə zaman ehtiyac olsa oradan daxil olun, kopyalayayım. Da bir də götürün bunu uzun-uzadı yazmayayım. Gəldik bir də Word ətə. Word ət nə deməkdir? Fiqurun yazılması deməkdir. Baxın, fikir verin, bəzəklər verilməsi və s. getdi. Gəlir bir də Dropka.
Bunu sizə seçilib deyə bilər ki, bu nədir, adı nədir? Word ədlə çox qarışdırır. Dropcap nə deməkdir? Sizin, baxın, bunu elədikdə, məsəl üçün, birinci sətrin böyük yazılsın, düzdürmü? Baxın, fikir versəz indi, mən sənədimi biraz arxaya verim. Fikir verin, birinci sətrimdə, yəni ən birinci hərfi böyük yazır. Əsasən qəzet, jurnal, bukletlərdə görmüsünüz ki, onu eləyir. Baxın, məsəl üçün mən Ctrl A eləyim. Götürüm buradan bunu belə seçim. Nə baş verəcək? Baxın, fikir verin. Sadəcə birincini eləyir. Yəni düşünə bilərsiniz ki, məsələn, və yaxud da mən hansında qalmışam, mən burada qalmışam da, düzdürmü? Buradayam mən. Götürüb elədikdə bax, hansı sətr abzasdayamsa, o cür eləyə bilirəm. Və yaxud da ki, mən götürüb budur da, düzdürmü? Sənədim budur. Hələ heç bir səhifədə deyiləm. Ctrl A eləyim, seçdim. Götürürəm buradan Word at, məsəl üçün belə bir şey eləm. Ancaq nə baş verdi? Birinci sətrim. Sənədimin ən birinci sətri də bu baş verdi. Və yaxud da sən hansısa abzasdasan, o abzasda kursorun həmin abzasdadır. Word at elədikdə həmin abzasın birinci hərfi böyük yazacaq. Bir də gəlir nəyə? İmzaya. Signature line'dır. Müəllif imzasının əlavə edilməsidir. Sonra isə baxın burada da nə var? Data time var ki, buradan da vaxt və zamanın əlavə edilməsi həyata keçir. Bir də header footerin əlavə lent qrupunda əlavə etmək olurdu. Sonra isə gəlirik burada nə var? Olu object var. Windows Windows'un yeni versiyalarının yaranan texnologiyalardan biri Olo Objective, böyle drag and drop texnologiyası, bir de plug and play texnologiyasıydı. Drag and drop texnologiyası sürükləmə yolu ilə hərləşdirməkdir. Plug and play artıq bizim driverlərə ehtiyacımız yoxdur. Avtomatik kompüter özü periferiya qurğularını qoşur idarə edirdi. Bir də OLED texnologiyası vardır ki, bir sənəddə digər sənədin açılması, istifadə edilməsidir. Yəni, buradan da OLED object eləyib, məsəl üçün də nəyə əlavə etmək istəyirsiniz? Excel-idir, Acrobat-dır. Burada da siyahı istənilən qədər uzanır. Yəni, baxın, buradan da buradan siyahları, PowerPoint əlavə edə bilərsiniz, versiyaları yazıb ki, eyni anda proqramlarla işləyə bilərsiniz. Gəldik bir də equation-a. Equation symbols nədir? Simbol klaviaturada olmayan simvolların əlavə edilməsi, riyazi düsturların və s. yazılmasının həyata keçirilməsidir. Burada simvolda basıb, more symbols elədikdə nə baş verəcək? Klaviaturada olmayan simvolların siyahısı çıxacaq. Fikir verirsiniz ki, bu Unicode-da yazılıb, ona görə 65536 simvola əhatə edir. Siz onu ASCII-də yazsınız, cəmi 256 dənə müxtəlif simvol göstərəcək. Bu heç bu əlavə simvolları göstərməyəcək. Aşağı doğru sürüşləsəz, ərəb əlifbalarından belə dünyanın bir çox ölkələrində olan əlifbaların siyahısını görə bilərsiniz. Bəs buradakı nədir? Recently used symbols. Ən son istifadə edilən simvollardır. Məsələn, siz bunu dəfələrlə istifadə etmişsiniz, amma bir dəfə göstərəcək. Bu başa düşdünüzmü? Nə demək istədi? Məsələn, ən son bundan 5 dəfə əlavə etmişsiniz, amma bir dəfəsi göstərir. Yəni burada göstərilmir. Bu cür ən son istifadə edənləri də dediyimə görə gələrək simvolu da əlavə etdik. Bir də var equationlar. Sizin riyaziyyatda düsturlar və s. yazılarkən, misallar yazarkən bu cür formada həyata keçirilir. Buradan müxtəlif cür işarələrdən istifadə edilir. Buradan da məsəl üçün kəsir xəttində yazmaq, qüvvətdə yüksəltmək, kök altında yazmaq, limit yazmaq və s. yazmaq. Bunlar hamısı burada həyata keçirilir. Equation'a daxil olduqda equation deyə bir dənə əlavə lent qrupu açılır. Aydın oldu mu? Burada da ki, insertlə olan bölməmiz yekunlaşmış oldu.